Salam dəyərli izləyicilər, dəyərli futbol sevərlər, hər birinizi xoş gördük. Həyəcanla gözlədiyimiz o gün axır ki gəlib çatdı. Qarabağ komandası yenə də tarix yaza biləcəkmi? Artıq İspaniyadadır Qarabağ komandası. Oyun öncəsi Qurban Qurbanovdan və rəqib tərəfdən də açıqlamalar var. Onları da sizin nəzərinizə çatdıracaq. Olduqca maraqlı hadisələr baş verir. Sona qədər izləməyi tövsiyə edirəm. Bu və ya digər maraqlı xəbərlərdən xəbərdar olacaqsınız. Təbii ki, sona qədər videonu izləsəz, tövsiyə edirəm ki, sona qədər izləyin. Dəstək üçün videonu bəyənin və şərhlər bölümündə mütləq fikirlərinizi yazın. Çünki sizin fikirləriniz bizlər üçün çox maraqlıdır. Mən isə xəbərlərin geniş təfsilatına keçid alım. Dəyərli izləyicilər, Qarabağ komandası artıq İspaniyaya yola düşüb, dəyərli dostlar. Ekranda hazırda şəkilləri görürsünüz. Dünən axşam saatlarında Azərbaycanı tərk ediblər. Hava limanında çəkilən görüntüləri sizlərə təqdim edirik. Artıq İspaniyadadır təmsilçimizin üzvləri. Uğurlar diləyirik. Ümid edirəm ki, maraqlı bir qarşılaşma izləyəcəyik. Qarabağ UEFA Çempionlar Liqasının liqa mərhələsinin 3-cü turunda Atletik Bilbao'nun qonağı olacaq. Azərbaycan çempionu dünən İspaniyaya yola düşüb. Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov səfər öncəsi açıqlama verib. 53 yaşlı mütəxəssis Bakıya yaxşı nəticə ilə qayıtmaq üçün çalışacaqlarını bildirib. Üstünlük bəlkə də rəqib tərəfdədir. Həm öz meydanlarında oynayırlar, həm də bu matça çox ciddi hazırlaşacaqlar. 2 turdan sonra halları yoxdur. Bu komandaya qarşı sona kimi dözməyə çalışacaq. Rəqibin son matçlarına baxmışam. Oyunlarda dinamika yüksək olur. Sürətli hücumlara çıxırlar. Atletik rəqib cərimə meydançasına topla ən tez gedən komandalardan biridir. Həm bizim üçün, həm də rəqib üçün vacib qarşılaşmadır. Müsbət nəticə ilə dönmək üçün ən yaxşısını etməyə çalışacağıq. Qeyd edək ki, Atletik Qarabağ qarşılaşması oktyabrın 22-sində San Mames stadionunda keçiriləcək. Bakı vaxtı ilə saat 20:45-də start götürəcək matçı Xorvatiyadan olan hakim Igor Payac və onun komandası idarə edəcək. Xorvatiyalı hakimlərin Azərbaycan təmsilçilərinə qarşı adətən qərəzli qərarlarının şahidi oluruq. Ümid edirəm ki, Atletik Bilbao Qarabağ qarşılaşmasında buna şahidlik etmərik. UEFA Çempionlar Liqasının liqa mərhələsinin 3-cü turunda Qarabağın rəqibi olan Atletikin paylaşımı maraqla qarşılanıb. Klub rəsmi TikTok hesabında Qarabağı Nurland Ordubadlının ifasında səslənən Yaşa Azərbaycan mahnısı ilə salamlayıb. Son günlər qarşı tərəfdən verilən açıqlamalar Qarabağ azarkeşlərində qıcıq doğurmuşdu. Görünür bu paylaşımla bir qədər aranı sakitləşdirmək istəyirlər. Bugün Çempionlar Liqasının liqa mərhələsinin 3-cü turuna start verilir. Olduqca maraqlı 16 qarşılaşma bugün və sabah bizlərə təqdim olunacaq. Dəyərli dostlar, Barcelona Olympiakos matçı saat 20:45-də bugün start götürəcək. Eyni saatda Kayrat Pafos matçı da başlayacaq. Bugün saat 20:00-da daha 6 qarşılaşma başlayacaq. Arsenal Atletico Madridi, Bayer Leverkusen PSG-ni, Villarreal Manchester City-ni, PSV Napoli-ni, Kopenhagen Borussia Dortmund-u, Union Royal Inter komandasını, Newcastle Benfica-nı qonaq edəcək. Sabah daha 8 qarşılaşma başlayacaq. Saat 20:45-də bütün maçlar sabah keçiriləcək. Atletik Qarabağ matçı, Galatasaray Bodo Glimt matçı, Monaco Tottenham matçı, Atalanta Slavia Praga matçı, Chelsea Ajax matçı, Eintracht Liverpool matçı, Bavariya Brügge matçı, Real Madrid Juventus matçı, Sporting Marseille matçı məhz sabah saat 20:45-də başlayacaq. Olduqca maraqlı qarşılaşmaları izləməyi tövsiyə edirəm. Çünki maraqlı futbol günləridir. Çempionlar Liqasının 3-cü turuna start verilir. Qeyd etdiyim kimi, bugün Çempionlar Liqasında maraqlı qarşılaşmalar var. Hansı oyunlar Azərbaycan kanalları vasitəsilə yayımlanacaq, onu da sizin nəzərinizə çatdırım. Çempionlar Liqasının Barcelona Olympiakos matçı saat 20:45-də CBC Sportda canlı yayımlanacaq. 23:00-da isə Arsenal Atletico matçı CBC Sportda canlı yayımda təqdim olunacaq. Eyni zamanda saat 23:00-da Villarreal Manchester City qarşılaşması ictimai televiziyada canlı yayımda sizlərə təqdim olunacaq. İzləyə bilərsiniz, xoş deyirlər. Azərbaycanlı hakima UEFA-dan daha bir təyinat. FIFA referisi Elçin Məsiyev UEFA-dan növbəti təyinat alıb. UEFA Avropa Liqasının liqa mərhələsinin 3-cü turu çərçivəsində keçiriləcək Genk Belçika Betis İspaniya qarşılaşmasının baş hakimi olacaq. Ona Elşad Abdullayev və Pərvin Talibov kömək edəcəklər. 4-cü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. Almaniyalı Robert Schroeder var. Digər həmyerlimiz Nicat İsmailli isə avar hakimi kimi fəaliyyət göstərəcək.
Görüş oktyabrın 23-də Cenk şəhərinin eyni adlı stadionunda keçiriləcək. Traktor komandası Asiya Çempionlar Liqasının əsas mərhələsində 3-cü tur oyununa çıxıb. Təbriz təmsilçisi səfərdə Birləşmiş Ərəb Əmirliyi təmsilçisi Əl-Şarja ilə qarşılaşıb. Görüş Traktorun böyük hesablı qələbəsi ilə yekunlaşıb. Traktor komandası səfərdə Əl-Şarjanı 5-0 hesabı ilə məğlub edib. İlk qələbəsini qazanan Traktor turnir cədvəlində 4-cü pilləyə yüksəlib. Xatırladaq ki, yarışda ümumilikdə 12 komanda mübarizə aparır. Dəyərli futbol sevərlər, bu sizə çatdıracağım sonuncu xəbərdir. Düşünürəm ki, sizlər üçün maraqlı xəbərlər oldu. Elə isə videonu bəyənin, şərhlər bölümündə fikirlərinizi yazın. Hər bir bəyənmə Qarabağın rəqibə vurduğu qol olsun. Mən isə hələlik sizlərlə sağollaşıram. Növbəti videoda görüşmək ümidi ilə sağ olun.